Salam dəyərli müqavilimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz qədim Çin dövləti. Qədim Çin dövləti. Çin Asiyanın şərqində yerləşir. Xəritədə görürsünüz, Asiyanın şərqində böyük bir dövlət Çin. Çin ərazisində Yansızı və Xuanxe çayları axır. Yansızı və Xuanxe çayları. Xuanxe çayının xüsusi əhəmiyyəti var Çin tarixində. Belə ki, Xuanxe daşqınla bol olan bir çaydır. Yəni ilin müxtəlif vaxtlarında daşqınlar olur və bu daşqınlar səbəbindən Çinlilər, Çində yaşayan tayfalar, xalqlar Xuanxe çayını 3 adda adlandırırdılar. 1. Gəzən çay. 2. Min bir fəlakət çayı. 3. Çinin bəlası. Bunun qarşısını almaq üçün Çinlilər bəndlər tikirdilər. Bəndlərin tikintisi Şumerlərdə də var, Misirlilərdə də var. Eramızdan əvvəl 3-2-ci minilliklərdə deməli Çində erkən sivilizasiya yarandı. Harda? Xuanxe vadisində, Xuanxe sahilində. Deməli, eramızdan əvvəl 2-ci minillikdə Çində bərabərsizlik yarandı. Bərabərsizlik, varlı, kasıb, təbəqələşmə, bərabərsizlik yarandı. Eyni vaxtda, yəni eramızdan əvvəl 2-ci minillikdə yazı yarandı. Yəni, hieroglif yazı, Çinlilərin özünə məxsus minlərlə işarələrdən ibarət olan hieroglif yazısı eramızdan əvvəl 2-ci minillikdə yarandı. Deməli, Çin ərazisində əsasən çəltikçilik inkişaf etmişdi, maldarlıq inkişaf etmişdi, sənət sahələri inkişaf etmişdi, xüsusilə ipək parça istehsalı və çini qablar istehsalı. İpək parça və çini qablar dünyada çox məşhur idi, yəni Çin istehsalı idi bunlar. Eramızdan əvvəl 6-5-ci əsrlərdə Çində dəmir emal etdilər. 6-5-ci əsrlərdə Çində dəmir emal etdilər. Deməli, ilk əvvəllər nəhəng Çin ərazisi ki var, orada çoxlu, nisbətən kiçik quldar dövlətlər var idi. Yəni, parçalanmış bir halda idi Çin. Eramızdan əvvəl 4-3-cü əsrlərdə bunlar arasında deməli, fasiləsiz müharibələr var idi. Bu iki əsri əhatə edən fasiləsiz müharibələr olduğu üçün eramızdan əvvəl 4-3-cü əsrlərdə Çin dövründə vuruşan padşahlıqlar dövrü adlandırılır. Vuruşan padşahlıqlar dövrü. Nəhayət, bunların içərisində Sin padşahlığı qalib gəlir və eramızdan əvvəl 221-ci ildə Sin Şixuandi adı ilə, yəni birinci Sin imperatoru, birinci Çin imperatoru adı ilə deməli, dövlət qurur və yəni bütün Çini birləşdirir. Bütün Çin birləşdirilir, vahid ölçü sistemi, çəki sistemi, pul meydana gəlir. Yəni Çin artıq mərkəzləşdirilir. Mərkəzləşdirilmiş bu Çin 36 vilayətə bölünür ki, bu vilayətlər mərkəzə tabe olur və bütün Çin bu 36 vilayətin üzərindən idarə olunur. Kimin dövründə? Sin Şixuandinin dövründə. Yəni Çinin birinci imperatoru. Deməli, bu ərəfədə biz bilirik ki, eyni ilə Çində vahid dövlətin yaranması dövründə ilə Asiya Böyük Hun dövləti, bundan öncəki mövzularda keçmişik, yaranır və Hun hücumlarının qarşısını almaq üçün eramızdan əvvəl 214-cü ildə həmin bu Sin Şixuandi Çin səddini tikdirməyə başlayır. Yəni, Çin səddinin inşasına başlanılır. O düz 1000 il davam eləyəcək. Yəni, Çin səddinin inşası əsrlər boyu davam eləyəcək. Uzunluğu 6000 kilometr olan bu Çin səddinin elə yerləri var idi ki, hündürlüyü 10 metrə çatırdı. Deməli, eramızdan əvvəl 206-cı ildə eramızdan əvvəl sülalə dəyişikliyi baş verir. Sin sülaləsi hakimiyyətdən gedir, uzaqlaşdırılır. Onları əvəz edir Xan sülaləsi. Dəyərli yoldaşlar, indi də hal-hazırda Çinlilər özlərini Xan adlandırır. Məsələn, Çin dili ifadəsi yoxdur. Onlarda Han Yu var. Han Yu. Yu dil deməkdir.
xan da ki, onlar öz dövlətini xan adlandırırdılar. Deməli, xan sülaləsi hakimiyyətə gəlir 206-cı ildə. Mən şərti olaraq xan sülaləsinin hakimiyyət dövrünü yadda qalsın deyə belə yazmışam. Eramızdan əvvəl 206, bizim eranın 206-cı ili. 206-206. Bir eramızdan əvvəl, bir də ki, bizim era. Bu 206 rəqəmi şərtidir, çünki 3-cü əsrin əvvəlində bu sülalə hakimiyyətdən gedəcək. Yadda qalsın deyə 206 rəqəmini daha asan yadda saxlayacaqsınız. Xan dövrü, yəni xan sülaləsinin dövrü. Nələr baş verəcək Çində? Xan sülaləsi indiki gördüyünüz nəhəng Çini quran bir sülalədir. Deməli, Hun dövləti döyüş taktikasını öyrəndilər. Bu xan imperatorları başladılar, öncəki dərsdə dediyim kimi, öz qızlarını Hun imperatorları ilə, oğlanları ilə, şahzadələri ilə evləndirməyə, oradakı məlumatları sızdırmağa və nəticədə Hun döyüş taktikasını bunları öyrəndilər. Hun idarə etmə sistemini öyrəndilər. Bütün bu proseslərin nəticəsində böyük Hun dövlətini parçaladılar. Bunu da biz Hun dövlətinin mövzusunda keçmişik. Hun əraziləri Çin əsarətinə düşdü. Kimin dövründə? Xan sülaləsinin dövründə. Üstəgəl, Vyetnamın bəzi vilayətləri, hamısı yox, bəzi vilayətləri, amma bütövlükdə Koreya işğal edildi. Bütövlükdə Koreya işğal edildi. Kənd təsərrüfatı canlandı. Niyə canlandı? Çünki Sin sülaləsi dövründə deməli, çoxlu kəndlər boşalmışdı. Sin sülaləsinin etdiyi bu zülümlər nəticəsində, bu sərt Qulqar qaydalar nəticəsində deməli, bu torpaqlar boşalmışdı və burada təsərrüfat inkişaf etmirdi. Amma Xan sülaləsi elə bir şərtlər irəli sürdülər ki, insanlar o torpaqlara qayıtsın və əksin becərsin və kənd təsərrüfatını inkişaf elətdirdilər. Mədəniyyətə qayğı göstərməyə başladılar. Bu zaman Çin əhalisi vahid xalqa çevrildi. Vahid xalqa, sizə biraz öncə dedim ki, özlərini xan adlandırırdılar. Çinlilər özlərini xan adlandırırdılar. Eramızdan əvvəl 2-ci əsrdə Çin dünya ticarətinə qoşuldu. Necə qoşuldu? Çindən başlayan, ta Aralıq dənizinə qədər davam edən, nəhəng, uzun və bir sıra qollara ayrılan bir ticarət yolu meydana gəldi. Buna da İpək yolu deyirik. Böyük İpək yolu. İndi də eşidirik o sözü. Böyük İpək yolu Çindən başlayır, Aralıq dənizinə qədər, Avropaya qədər gəlib çatırdı. Dəyərli yoldaşlar, Çində Xan sülaləsini zəiflədən iki böyük üsyandan danışacağıq. Əlbəttə ki, bu imperiya idi. Burada quldarlıq var idi, müharibələr nəticəsində gətirilən qullar var idi. Borcunu vaxtında qaytara bilməyən kəndlilər qula çevrilirdi. Ümumiyyətlə, qula çevrilmək klassik quldarlıq dönəmində geniş yayılmışdı və belə vəziyyətə düşən, çarəsiz vəziyyətə düşən insanlar artıq bir liderə, bir üsyançıya, bir baş qaldırana ehtiyac duyurdular. Burada da biz qırmızı qaşlılar üsyanından danışırıq birinci. Bizim eranın birinci əsrində baş verib qırmızı qaşlılar üsyanı məğlub olub. Ondan sonra bizim eranın 184-cü ildə Sarı-Sarıqlar üsyanı baş verib və bu da hər iki üsyan yatırılıb. Deməli, qırmızı qaşlılar özlərini digərlərindən fərqləndirmək üçün, üsyançıları, yəni qarşı tərəfdən fərqləndirmək üçün qaşlarına qırmızı boya çəkirdilər. Sarı-sarıqlar da eyni qaydada özlərini fərqləndirmək üçün başlarına sarı-sarıq taxırdılar. Ona görə adları bu formadadır. Nəticədə Sarı-sarıqlar üsyanının nəticəsində məğlub da olsa Sarı-sarıqlar üsyanı, Xan sülaləsi zəiflədi və devrildi. Xan sülaləsi də belə getdi. Çin dövləti parçalandı, xırda-xırda vilayətlərə. Necə ki, vuruşan padşahlıqlar dönəmində xırda padşahlıqlar var idi, elə o qaydada da parçalandı. Keçirik Çin mədəniyyəti haqqında biraz məlumat verək. Belə ki, Çində yazı, nə demişdik? Yazı, hieroglif yazı sistemi var idi, özlərinə məxsus idi. Minlərlə bu hieroglif yazı sistemində işarələr var idi. Yazını nəyin üzərində yazırdılar? Bambuk lövhə üzərində. Bu yaygın idi. Çünki çox idi,
və onu hazırlamaq da ucuz başa gəlirdi. Bir də xüsusi fərmanlar, imperator fərmanları, qanunlar, bəzi ciddi məsələlər ipək parçalar üzərində yazılırdı. İpək parça baha idi, ona görə belə geniş, bambuk lövhə kimi geniş yayılmamışdı. Sonralar Çinlilər kağızı ixtira edəcək və artıq yazı xan dövründə deməli kağız üzərində yazılmağa başlayacaq. Çinlilər dəqiq təqvim düzəltmişdilər. Digər təqvimlərdən fərqli olaraq dəqiq təqvim düzəltmişdilər. Çində səyyahlar, səyahətçilər, tacirlər geniş ərazilərə gedib gəlirdilər və bunların nəticəsində də deməli dağlar və dənizlər haqqında kitab, bu adda belə bir kitab yaranmışdı. İndi bunu kim yazıb o məlum deyil. Görünür səyahətçilərin, deməli tacirlərin qeydləri nəticəsində yaranıb. Dağlar və dənizlər haqqında kitab. Bu Çin tarixinə aiddir. Çinlilər kompası ixtira etmişdilər. Dediyimiz kimi səyahətlər edirdilər dənizlərdə, okeanlarda və onlar kompası ixtira etmişdilər. Çində bitki ilə müalicə geniş yayılmışdı. Onlar bitkilərin tibbi təsirlərini öyrənə bilirdilər və onların orqanizmdə müsbət tərəflərini kəşf edirdilər və tətbiq edirdilər. Çay da elə burada meydana gəlib, yəni çayla müalicə. Çayla müalicə də Çində meydana gəlib. Biz indi də məsələn soyuqlayanda belə deyirik ki, çoxlu çay iç, çay iç. Məsələn o söz ki var bizdə müalicəvi təsir edəcək çay sənə, o Çin tarixindən gəlmədi. Sima Tsyan. Kimdir bu Sima Tsyan? Biraz haqqında danışaq. Tarixçidir. Eramızdan əvvəl 2 və 1-ci əsrlərdə yaşayıb. 2-ci əsrdə anadan olub, 1-ci əsrdə vəfat edib eramızdan əvvəl. Kitabının adı nədir? Tarixi qeydlər. Kitabının adı tarixi qeydlərdir. Avropalılar Sima Tsyanı Çinin Herodotu adlandırırlar. Çinin Herodotu, yəni Çin tarixinin atası. Evlər necə tikilirdi? Çində evlər 2 formada tikilirdi. Ağacdan və daşdan. Ağac evlər kasıb evləri idi. Yəni imkansız ailələrin, yoxsul ailələrin evləri ağacdan olurdu. Varlıların, əyanların, imperatorların sarayları, evləri daşdan tikilirdi. Konfutsi. Konfutsi kimdir? Konfutsi deməli eramızdan əvvəl 6-5-ci əsrdə yaşamış filosofdur. Filosof. Yəni Avropalılar onu filosof adlandırır. O bir sıra mədəni müdriklik qaydaları, əxlaq qaydalarını təbliğ edirdi. Deməli Sin sülaləsi dövründə Konfutsi təqib olundu. Onun deməli davamçıları təqib olundu. Eyni zamanda təlim təqib olundu. Konfutsi təlimini davam etdirənlərə divan tutulurdu Sin sülaləsi dövründə. Amma əksinə Xan sülaləsi dövründə əsas ideologiyaya çevrildi. Xan sülaləsi araşdırdı ki, əslində Konfutsi təlimi elə imperator hakimiyyətini gücləndirməyə xidmət edə bilər. Bəs Konfutsi təlimi haqqında nə deyə bilərik? Bu hissə testə düşmür. Arxain olun. Amma Konfutsi haqqında biraz fikirlər mövcud olsun deyə sizə izah edəcəm. Konfutsi təlimi müdriklik sənəti adlanır. Müdriklik sənəti fəlsəfədir. Müdriklik, alicənablıq, mədəni davranış bunları özündə sərgiləyən bir fəlsəfi cərəyandır. Deməli, bu fəlsəfəyə görə, Konfutsiyə görə kiçiklər böyüklərə qeyri-şərtsiz tabe olmalıdır. Yəni bizdə böyük-kiçik məsələsi ki var, onun başlanğıcı Konfutsidən gəlir. Bir təbiət nizamı var Konfutsiyə görə. Təbiət nizamı var. O təbiət nizamı cəmiyyətdə də tətbiq olunmalıdır. Qayda qanunları, o nizam tətbiq olunmalıdır. Deməli, belə bir fikri var Konfutsinin. Bu kitabda yoxdur, Konfutsi təlimindən sizə deyirəm. Deməli, əgər təbə, yəni əhali, insanlar, təsəvvür edin ki, otdur. Ot tarlasında ot bitib də ot. Bir tarladır, ot tarlası otdur. Ot sahəsidir, ot. Hökmdar isə küləkdir. Hökmdar küləkdir. Külək əsir. Küləyin əsməsi nəticəsində ot külək əsilən istiqamətdə əyilir. Yəni, hökmdar nə deyirsə, təbə ona tabe olur.
bu deməli sistemi təbliğ edirdi Konfutsi. Dəyərli yoldaşlar, qədim Çin mövzusu bu qədər.